Kitabın adı nədir? Kitab-ı Tövhid. Tövhid kitabı. Əsasən bu kitab uluhiyyət tövhidindən bəhs edir. Yəni ibadət tövhidi. Yaxşı, onda təkrarlayaq. Birinci fəsil nə idi? Tövhidin vacibliyi. Birinci fəsil tövhidin vacibliyi. İkincisi fəziləti və necə günahları silib aparır. Üçüncü, kim doğruldarsa hesabsız, əzabsız cənnətə girər. Dördüncüsü şirkdən qorxmaq. Şirkdən qorxmaq fəsli. Çünki bu tövhidi biləndən sonra artıq insan şirkdən də qorxmaq. Əksini belə bir söz var ərəblərdə deyir ki, فَبِضِدِّهَا تَتَبَيَّنُ الْأَشْيَاءُ Əşyalar əksi ilə, ziddi ilə görsən bəyan olur, aydın olur, bilinir. Bir şeyin əksini, ziddini biləndə onun nə dərəcədə olduğu aydın olur. Beşincisi dəvət. La ilahe illallah kəlməsinə dəvət. Altıncı təfsir la ilahe illallah kəlməsinin. Yeddinci halqadır, ipti və bu oxşar şeylərin şirkdən olması, hansı ki bəlanı qaldırmaq üçün və yaxud da gəlməyən bəlanı dəf eləmək üçün, gəlməmişdən əvvəl və yaxud da artıq gəlibsə qaldırmaq üçün ki bu şirkdəndir. Yeddinci ofsun, rüqyə, buna oxşar şeylər. Yazım 8-incisi idi. 8-ci. 9 ağac, daş, belə şeylərdən təbarruk eləməyin hökmü nədir? Kimsə belə bir şey eləyərsə. 10-uncusu Allahdan qeyrisinə qurban kəsmək. 11-incisi Allahdan qeyrisi üçün qurban kəsilən yerdə Allaha qurban kəsilmək olmaz, kəsmək olmaz. O yerdəki Allahdan qeyrisi üçün qurban kəsilir. 12-ci nəzir, Allahdan qeyrisi üçün nəzir etməyin şirkdən olması. 13 Allahdan qeyrisindən kömək istəmək, istiadə. Kömək istəmək, yardım istəməyin şirkdən olması. 14-cüsü istiğafə. Allahdan qeyrisindən, yəni şiddət, çətinlik vaxtı kömək istəməyin və yaxud da Allahdan qeyrisini dua et çağırmağın şirkdən olması. 15 ayələrdir. Yüşrikûne mə lə yaxluqu şeyən. 16-cısı axırıncı keçdiyimizdə Səbə surəsi 23-cü ayə ki Allah təala yəni o mələklərin hansı ki vəhyi eşidəndə onların qəlbindəki qorxunun çıxmasına ümumiyyətlə bu fəsillər 15, 16 mənim üçün 17, 18 bunlar Allahdan qeyrisinə olan ibadətin batil olduğunu bildirir. Yəni baxmayaraq ki mələklərdir görsən Allaha hörmətli bəndələrdir. Yəni görsən sırf Allaha ibadət edirlər ancaq Allahdan qorxurlar. Yəni əgər onlar Allahdan qeyrisinə ibadət eləmirlərsə deməli ibadət yalnız Allah olmalıdır. Sonra gəl 17-incisi. 17 şəfaət fəslidir. Şəfaət. Şəfaət. Yaxşı, Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. 17. fəsil müəllif deyir ki, Bəbu şəfaə, şəfaət fəsli. Və ayələr qeyd edir. Ənam surəsi 51-ci ayə. Allah təala buyurur: وَأَنْذِرْ بِهِ الَّذ۪ينَ يَخَافُونَ أَنْ يُحْشَرُوا إِلَى رَبِّهِمْ Sən bununla qorxut o kəsləri ki, yəni bununla deyəndə burada şəxs əvəzliyi var. Üçüncü şəxsin təki hu damiri bihi. O da qayıdır Qur'ana. Yəni Qur'anla qorxut o kəsləri ki, yəxafun, onlar qorxurlar Rəblərinə həşr olunmaqdan. Həşrdə əslində həşrin mənası cəm etməkdir. Toplamaq. Amma burada mənası Quranda bu ayət, yəni insanlar həşr olunaraq Allahın huzuruna yığılacaqlar, yəni cəm olunacaqlar. O kəslər ki, bundan qorxurlar ki, Rəblərinin huzuruna
cəm olunmaqdan qorxurlar, onlara boyunurlar. Yəni Qur'anla qorxud. Leysə ləhum min dunihi valiyyun və lə şəfi'. Yəni onların Allahdan qeyri heç bir himayədarı, köməkçisi və şəfaətçisi yoxdur. Burada vali sözü, yəni köməkçi, kömək eləyən, yardımcı yoxdur. Yardımcısı yoxdur. Və sonra Zümer surəsi 44-cü ayə Qul lillahi şəfaətu cəmi'a, de ki, şəfaət hamısı bütövlükdə Allaha məxsusdur. Və sonra Bəqara surəsi 255-ci ayə məşhur ayədir, hansı ki ayət-i kürsü. Mən zəlləzi yəşfə'u indəhu illə biizni. Onun izni olmadan onun yanında, yəni Allahın yanında şəfaət edən kimdir? Yəni bu sual olsa da əslində inkar bildirir. Yəni heç kəs Allahın izni olmadan Allah yanında şəfaətçilik edə bilməz. Və Nəcm surəsi 26-cı ayə Və kəm min mələkin fis-səməvat. Səmalarda nə qədər neçə mələklər var ki, Lə tuğni şəfaətuhum şeyən illə min bə'di ən yədən Allah limən yəşə və yarda. Onların şəfaətçiliyi heç bir fayda verməz, yalnız Allah Teala istədiyinə və razı qaldığına izin verdikdən sonra. Və sonra Səbə surəsi 22-23-cü ayələr Qul id'ullezine za'amtum min dun. De ki, siz Allah'tan qeyri iddia etdiklərinizi çağırın, dua edin və yaxud da bura çağırın. Yəni iddia etdikləriniz nədir ki, onlar hansı ki Allah'tan qeyri sizin şəfaətçilərinizdir. La yemlikuna mithqala zerratin fis-semawati və la fil-ard. Onlar nə göylərdə, nə yerdə zərrə ağırlığında heç bir şeyə malik deyirlər. Və mə ləhum fihimə min şirkin. Və onların, yəni sizin dua etdiklərinizin, çağırdıqlarınızın, iddia etdikləriniz, o ilahların fihimə, onlarda, yəni göylərdə və yerdə heç bir şərikliyi də yoxdur. Və mə ləhu minhum min zahir. Və onlardan Allaha yardımcı da yoxdur. Sonra Allah da buyurur 23-cü ayədə Və lə tənfə'u şəfə'atu indəhu illə limən əzinə ləh. Onun yanında, yəni Allah yanında yalnız Allahın izin verdiyinə şəfaət fayda verir. Hətta izə fuzzi'an qulubihim qalu mədə qal rabbukum. Hətta onların qəlbindən qorxu çıxdıqda deyirlər ki, Rəbbiniz nə buyurdu? Qalul haqq, deyirlər, haqqı buyurdu. O uca və böyükdür. Və burada sonra müəllif Əbul Abbas İbn Teymiyyə Rahmanullahın sözünü nəql edir. Əbul Abbas künyəsidir İbn Teymiyyənin. Adı isə Əhməd İbn Abdülhalim İbn Abdüssəlam İbn Teymiyyə El-Harrani, Harranda doğulmuşdur. İbn Teymiyyə nənəsinə nisbət olunur. Yəni, 4-cü babasının 5-ci babasının anasıdır İbn Teymiyyə. Teymiyyə, yəni nənəsi, yəni o 5-ci babasının anası dindar, elmli, yəni muizə edən, insanlara dəvət edən qadın olub. Ona görə bu nəsil görsən ona nisbət olunur. Və İbn Teymiyyə Rahmanullah buyurur ki, Nəfəllahu əmmə sivahu kulləmə yətəalləqu bihil müşrikun. Allah da özündən qeyri, özündən başqa müşriklərin bağlandığı hər bir şeyi inkar edir. Fənəfə ən yəkunə li qeyrihi mulkun əv qistun. Və Allah da inkar etdi ki, ondan başqa kiminsə mülkü olsun və yaxud da mülkdən bir payı olsun. Əv yəkunə avnən lilləh. Və yaxud da o Allaha yardımcı, köməkçi olsun. Allah da bunu inkar edir. وَلَمْ يَقَ إِلَّا شَفَاءَ. Ondan sonra yalnız şəfaət qalır. فَبَيَّنَ أَنَّهَا لَا تَنْفَعُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ الرَّبُّ. Və bəyan olur ki, Allah da bəyan etdi ki, Allahın izin verdiyindən başqa heç kəsə şəfaət fayda verməyəcək qiyamət günü. Necə ki, Ənbiya surəsində buyurur, وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنْ اِرْتَاءَ. Onlar yalnız Allahın razı qaldığına şəfaətçi edəcəklər. فَهَذِي شَفَاعَةُ الَّتِي يَظُنُّهَا الْمُشْرِكُونَ هِيَ مُنْتَفِيَةٌ يَوْمَ الْقِيَامَةِ. Və müşriklərin zənn etdikləri, hansı ki onlar elə zənn edirlər ki, bu şəfaət fayda verəcək, bu şəfaət doğrudur. Onların zənn etdikləri bu şəfaət yəni qiyamət günü inkar olunacaq. Necə ki, Qur'an bunu inkar edir və Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə xəbər vermişdir ki, yəni Səhih Buxardə və Səhih Müslimdə gələn hədisdə Ənəhu yəti fəyəscudu li Rabbihi. Peyğəmbər sallallahu aleyhi və səlləm gələcək və Rəbbi üçün səcdə edəcək
ona həmd edəcək. Yəni birinciden şəfaətle başlamayacaq. Sonra ona deyilecek ki, irfə ra'sak, başını qaldır. Qul yusma' de, sənin dediğin işləyəcək. Və səl tu'ta, istədiyin veriləcək. Vəşfə' tuşəffə, şəfaətçilik et, şəfaətçiliyin sənin qəbul olunacaq. Və Əbu Hureyra radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə dedi ki, mən əs'adun nasi bi şəfaatik. Sənin şəfaatinlə insanların ən xoşbəxti kimdir? Dedi ki, mən qalə la ilahə illallah xalisan min qalbihi. Kim xalis qəlbdən la ilahə illallah deyərsə odur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfaati ilə xoşbəxt olan. Ve sonra deyir ki, fətilkə şəfaatu li əhlil ixlas biiznillah. Bu da Allahın izniyle ixlas əhlinə olan şəfaətdir. Və la təkun limən əşrəkə billah. Allaha şərik qoşana bu şəfaət olmayacaq. Həqiqəti isə nədir? Allah Teala huvəl-ləzi yətəfaddalu alə əhlil ixlas. Allah da ixlas əhlinə bir lütf, fəzilət olaraq bunu verəcəkdir. Fəyəğfir ləhum bi vasitəti duai mən udin ləhu. Yani kime ki izin verilip şefaat etmeye onun duası sebebiyle Allah da onu bağışlayacaktır. Liyukrimehu ve yenalel makam mahmuda. Yani o şefaat eden insana hürmet, ikram olsun diye ve onu tariflenen makama çattırmak için. Ve şefaatul leti nefa'l Kur'an, o şefaat yalnız ki Kur'an onu inkar etmiştir. O şefaattir ki yalnız ki onda şirk vardır. وَلِهَذَا أَثْبَتَ الشَّفَاعَةَ بِإِذْنِهِ. Ona göre de Kur'an'da bir neçə yerde Allah Teala özünün izniyle olan şefaati ispat etmiştir. Ve Peygamber sallallahu aleyhi ve sellem de bildirmiştir ki o yalnız tövhid ve ihlas ehli için olacaktır. Ve bu Burak İbn Teymiyye Rahimahullah'ın sözleridir. Şefaatin mənası nedir? Şefa'a nedir mənası? Cüt etti. Yani tekin əksinə deyirlər şəf'un və şəf'i vəl vatr. Allah da and içir. And olsun cütə və təkə. Şəfaat, yəni lüğəti mənası cüt etməkdir. Bir şeyi iki etməkdir. Amma şəriətdə isə tərif olaraq, yəni başqası üçün vasitəçilik eləmək, ona fayda cəlb etmək üçün və yaxud da zərəri uzaqlaşdırmaq üçün. Yəni, başqasından ötürsən, dünyada da deyək ki, olur da, insan kimdən sözlü, kiməsə ağız açır. Şəfaatçılıq eləyir ki, yəni, fayda və yaxud da ya fayda olsun ona, ya da ki, zərər uzaqlaşdırılsın deyə. Buna deyilir şəfaət. Və Allah Teala da bu, yəni şəfaətlə şəfaət edənə ikram edir. Yəni hürmət edir və həmçinin şəfaət olunana da fayda olur. Şəfaət olunana faydadır. Həmçinin şəfaət kim edirsə, onun üçün bir ikram, hürmətdir. Çünki şəfaət edən insana Allah da əgər izin verirsə və Allah ondan razıdır. Və o insan üçün bir ikram, hürmətdir qiyamət günü insanların qarşısında. Ve ümumiyyətlə şəfaət hansı ki Peyğəmbər sallallahu aleyhi ve selleme, yəni şəfaət iki cürdür. Şəfaət Peyğəmbər sallallahu aleyhi ve selleme xas olan, xüsusi olarak ona aittir və ikinci də həm Peyğəmbər sallallahu aleyhi ve selleme və həmçində ümmətinə aid olan şəfaətdir. Peyğəmbər sallallahu aleyhi ve selleme xas olan şəfaət də üçdür. Birincisi, buna deyirlər şəfaətul uzma, böyük, əzəmətli şəfaət və o da məqamul mahmud, hansı ki əzandan sonra olan zikirlərdə, deyilən zikirlərdə var da. Və bə'athu məqam mahmudə, ona məqamul mahmudə, yəni təriflənən məqama yetişdir. Hansı ki Allah bunu Peyğəmbər sallallahu aleyhi ve selleme vəd etmişdir. Yəni o da nə vaxt qiyamət günü, o əzəmətli gündə, hansı ki insanları qəm, kədər, hüzün bürümüşdür, insanlar bürüyəcəkdir və insanlar bəziləri digərlərinə deyəcəklər ki, yəni axtarın
bizim üçün şəfaət edən birisini, yəni Allah yanında bizə şəfaətçi etsin və onlar birinci Adəm Aleyhisselamın yanına gedəcəklər və ona, Adəmə onun vəsflərini deyəcəklər, hansı ki Allah Teala onunla Adəm Aleyhisselamı başqalarından seçmişdir ki Allah Teala onu, Adəm Aleyhisselamı öz əli ilə yaratmışdır və mələkləri Adəmə səcdə elətdirmişdir və Adəmə Allah Teala hər bir şeyin adını öyrətmişdir. Hansı ki bu Adəm Aleyhisselamın üstünlüyüdür. Və deyəcəklər ki, Rəbbin yanında bizim üçün şəfaətçilik et ki, qiyamət, sorğu-sual başlasın deyə. Deyəcəklər ki, görmürsənmi biz necə haldayıq? Və Adəm Aleyhisselam üzrxahlıq edəcək ki, ağacdan yediyi üçün, Allah Teala'nın qadağan etdiyi ağacdan yediyi üçün və İbn-i Hüseyin Rəhməllah buyurur ki, məlumdur ki, şəfaətçilik edən adam, əgər onda hər hansı bir şey varsa ki, onun kəramətinə, yəni şəfaət, kimin yanında şəfaət olunmalısa, onun yanında nəysə bir kəramətini cızan, xələl gətirən bir şey varsa, yəni öz xəcalətindən şəfaətçi eləmək istəmir. Və Adəm Aleyhisselam da şəfaətçi eləmək istəmir. Baxmayaraq ki, Adəm Aleyhisselama Allah Teala tövbəyə müvəffəq etmişdir, tövbəsini qəbul edib, onu seçmiş və onu hidayət etmişdir. Necə ki Allah Teala Bəqara surəsində və Taha surəsində buyurur. Taha surəsində Allah Teala buyurur. Və asa Ədəmu Rabbəhu fəqava. Adəm Rəbbinə asi oldu və azdı. Thumma iştəbəhu Rabbuhu, sonra Rəbbi onu seçdi. Fətəbə aleyhi, və onu tövbəyə müvəffəq etdi, tövbəsini qəbul etdi. Və hədə, və onu hidayət etdi. Sonra gedəcəklər Nuh Aleyhisselamın yanına. Nuh Aleyhisselama da onun üstünlüklərini, vəsflərini zikr edəcəklər ki, Allah Teala onu yer üzərinə göndərdiyi ilk rəsuldur. Və o da üzrxahlıq edəcək ki, yəni bilmədiyi şeyi Allahdan istədiyi üçün ki, oğlunun yəni xilas olunmasını Allahdan istəmişdir. Sonra İbrahim Peyğəmbərin yanına gedəcəklər və İbrahim Aleyhisselama da onun vəsflərini deyəcəklər. İbrahim Aleyhisselam da üzrxahlıq edəcək ki, 3 dəfə yalan söylemişdir. Amma əslində bu yəni yalan deyil, həqiqət olubdur. Muradına, İbrahim Aleyhisselamın dediyi, o deyərkən muradına, qəsdinə uyğun olaraq. Sonra Musa Aleyhisselam yanına gedəcəklər və ona öz vəsflərini deyəcəklər ki, şəfaətçilik etsin deyə, lakin üzrxahlıq edəcək ki, o Qibtidən olan birisini vurmuş və o da ölmüşdür. Nə vaxt ki, yəni İsraildən olan köməyə çağırır Musa Aleyhisselamı və Musa Aleyhisselam da Qibtiyə, yəni əks tərəfə yumruq vurur və o da ölür. Sonra İsa Peyğəmbərin yanına gedirlər. İsa Aleyhisselam isə heç bir üzür gətirmir. Lakin deyir ki, gedin Muhammedin yanına sallallahu aleyhi ve sellemin artıq onun keçmiş və gələcək günahları bağışlanmışdır. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gedəcəklər və Peyğəmbər sallallahu aleyhi ve sellem şəfaətçilik edəcəkdir. Bu şəfaət-ül uzma deyilir, yəni böyük şəfaət, hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellem xastır. Və ikinci şəfaət də yəni cənnət əhlinin cənnətə girməsi üçün Peyğəmbər sallallahu aleyhi ve sellemin edəcəyi şəfaətdir. Çünki sıratdan keçəndən sonra, yəni o mövqü qiyamətdə dayanandan sonra sıratdan keçəcəklər. Sonra sıratdan keçdikdən sonra, hansı ki qantaradan sonra görəcəklər ki, cənnət bağlıdır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem şəfaətçilik edəcək ki, qapı açılsın. Cənnətin qapısı və Allah Teala da cənnətin qapılarını açacaqdır. Və bu da necə ki Zumar surəsində Allah Teala buyurur: "Hatta izə cəuhə və futihat əbvabuhə." Hətta onlar cənnətə gəlirlər və cənnətin qapıları açılır. Və burada ərəb dilində fayda olaraq Allah Teala buyurur ki, "Və futihat", vav hərfi var. Hansı ki cəhənnəm əhli haqqında Allah da buyurur ki, "Hatta izə cəuhə futihat əbvabə." Onlar cəhənnəmə gələndə qapılar açılır. Vav yoxdur burada. Və cənnət əhlinin qapılara gələrkən qapıların açılmasına vav hərfi keçir. Və alimlər deyir ki,
yani vav onu bildirir ki şefaat olduktan sonra kapılar açılacak. Vav ona işarettir. Bu ikinci Peygamber sallallahu aleyhi ve selleme ait olan hususi şefaati. Üçüncüsü ise Peygamber sallallahu aleyhi ve sellemin emisi Ebu Talib'e ettiği şefaattir ki onun cehennemde azabı yüngülleşsin diye. Ki o da hususi olarak Peygamber sallallahu aleyhi ve selleme Allah Teala verir ki Ebu Talib Peygamber sallallahu aleyhi ve selleme müdafi etmiştir, ona yardım etmiştir. O cehennemden çıkmasa da Ebu Talib, lakin azabı yüngülleşecektir. Ve azabı da olacak ki yani cehennemde onun ayaklarının altına köz koyulacak ve o közden de ayakkabılar olacak ottan ve ondan onun beyni kaynayacaktır. Allah korusun. Bu hiçbir kafire, İbn-i Seyyid Rahman buyuruyor ki hiçbir kafire bu cür şefaatçi olmayacak. Yalnız Peygamber sallallahu aleyhi ve sellemin emisi Ebu Talib'e. Ve bu birinci kısım, hansı ki şefaatin birinci kısmı Peygamber sallallahu aleyhi ve selleme aittir bu yalnız. İkinci kısım ümumi hamiyadır. Hem Peygamber sallallahu aleyhi ve selleme hem şimdi müminlere de ve bu da üç növdür. Birincisi cehenneme girmeye layık olan insanın cehenneme girmemesi için şefaatçi etmek. Hansı ki yani tövhid ehli yani günahlarına göre cehenneme girmeye layık olacaklar. Onların cehenneme girmemesi için şefaatçi olacak. Ve buna delil olarak Peygamber sallallahu aleyhi ve sellem hadiste buyurur ki Müslim'deki hadis İmâ min muslimin yamutu feyakum ala cenazetihi 40 raculen. Herhangi bir Müslüman öldükte onun cenazesine Allah'a hiçbir şerik koşmayan 40 kişi durarsa eğer illa şeffa'ahumullah fihi, Allah Teala onları o ölen için şefaatçi eder. Yani bu da yani cehenneme girmemişten evvel. Bu birincisi cehenneme girmeye layık değil, girmesini. İkinci növ ise cehenneme girdikten sonra oradan çıkarılması için. Buna da çoklu deliller gelmiştir, hadisler gelmiştir ve sahabeler de buna icma etmişler. Ve alimler de ittifak edipler. İbn-i Seyyid Rahman buyurur ki yalnız havariciler ve mu'tezilelerden başka onlar yani asilerin cehennemden çıkması için edilen şefaati inkar edirler. Çünkü onlar itikad edirler ki yani büyük günah eleyen ebedi cehennemde kalacak. Üçüncü şefaat ise müminlerin derecelerinin yükselmesi için olunan şefaat. Ve bu da yani birbirlerine olunan duadan götürülür. Necə ki Peygamber sallallahu aleyhi ve sellem Ebu Seleme dünyasını değişende onun için dua edir diye ki Allahümme gfirli Ebi Seleme, Allahum Ebu Seleme bağışla varfa' derecetehu fil mehdiyyin, onun derecesini ucalt, yükselt, hidayet olanlar arasında ve afsih lehu fi kabrihi, onun kabrini genişlendir ve nevvir lehu fihi, ve nurlandır orada kabirde ve ahlifhu fi akibihi, ve ondan sonra onun ardınca olanları əvəzini ver. Ve həmçinin ölen insana olan şefaat kimi. Lakin şefaatin olunması için iki şart var. Birincisi Allah Teala izin vermelidir. Allah'ın izni olmalıdır. İkincisi şefaat olunandan razı olmalıdır. Bu iki şart olmasa şefaat hasıl olmur. Yani birincisi neydi? Allah'ın izni. İkincisi ise Allah'ın razı olması. Hem şefaat edenden hem şefaat olunanlar. Ve
Ve bu ayette bir fayda olarak İbn-i Semih diyor ki قُلِ دُعُوا الَّذ۪ينَ زَعَمْتُمْ مِنْ دُونِ De ki Allah'tan geri iddia ettiklerinizi çağırın. La yemlikune mithqala zerratin fis semavati ve la fil ard. Onlar ne göklerde ne yerde zerre ağırlığında hiçbir şeye malik değiller. Hiçbir şeye malik değiller. Ve başka ayette ise Allah da buyurur ki yani bunlar aslında dua olunanlar, ibadet olunanlar. Dua edilse bile onlara dualarını işitmezler. Çünkü Allah da buyurur İn ted'uhum la yesma'u duakum. Eğer onlara dua etseniz, çağırsanız sizin duanızı işitmezler. Ve lev semi'u mestecabu lekum. Eğer işitseler bile ferz etsek işitirler, size cevap verebilmezler. Ve yevmel kıyameti yekfurun bi şirkikum ve kıyamet günü sizin şirkinizi inkar edecekler. Ve la yunebbi'uke mislu habir. Yani sana her bir şeyden haberdar olan Allah kimi hiç kez haber verebilmez. Sonra Allah da buyurur ki mithqal zerre, zerre ağırlığında. Yani zerre de Ərəblər qarışqanın en balacasını zerre deyirlər. Yani zerre veyahut da zerreden de balaca olsun veya büyük olsun hiçbir şeye malik değiller. Onların hiçbir şerikliği de yoktur. Ve gramatikada yani alimler bu min harfi cere deyirlər ki zəide əlavədir. Ve İbn-i Semih Rahmanullah deyir ki Kur'an'da əlavə olan her bir ləfsin əlavə mənası var. Əlavə deyilirsə buna ki deyirlər ki bu harfi cər əlavədir. Yani onun əlavə bir mənası da var. Yani bunlar mənası odur ki bunlar hiç cürə hiçbir şeye malik değiller ve hiçbir şeriklikler de yoktur. Ne müstakil olarak yani bu ibadet olunanlar, Allah'tan geri dua olunanlar ne müstakil olarak hiçbir şeye malik değiller göğlerde ve yerde ne de ki onların Allah'la beraber şerikliği de yoktur. Şerikliği yoktur ve hemçinin onların Allah'a yardımı da yoktur. Necə ki bu ayet inkar edir. Ki onlar tarafından Allah'a hiçbir yardımcı da yoktur. Bir de ne kalır? Şefaat. Ve şefaati de Allah'la inkar edir. Peygamber sallallahu aleyhi ve sellem'den sonra burada bir hadis qeydidir. Deyir ki her bir peygamberin bir duası var. Her bir peygamberin qəbul olunan duası var. Ve her bir peygamber de öz duasını bu dünyada etmiştir. Ben ise duamı saxladım ümmetim için kıyamet günü şefaat olsun diye ve o da inşallah Allah'ın izniyle nail olacaktır. O kəs ki Allah'a hiçbir şey şerik koşmadan ölersin. Bu hadis Sahih Müslim'de geçip Peygamber sallallahu aleyhi ve sellem şefaat etmesini deyir. Sonra Şeyh Sa'di burada deyir ki innema zekera'l musannifu şefaate fi tadaifi hadhihi ebvab. Yani müellif burada şefaati zikredir. Şefaati gelir. Çünkü müşrikler öz şirklerini meleklere, peygamberlere, evliyalara ettikleri dualarını buna sanki berayet kazandırırlar ve üzül getirirler sanki. Deyirlər ki biz onlara dua edirik. Bilirik ki onlar məxluqdular, yani xalik deyirlər. وَلَكِنْ حَيْثُ اِنَّ لَهُمْ عِنْدَ اللّٰهِ جَانَ Lakin deyirlər ki onların Allah yanında hürmeti var. Bu dua ettiklərimizin əzəmətli hürmeti var, məqamı var. Onların hürmeti Allah yanında daha çoktur. Ucadılar, biz de onlara dua edip çağırırıq. Ki onlar bizi Allah'a yakınlaştırsınlar. وَلِيَشْفَعُ لَنَا عِنْدَهُ Ki Allah yanında bizim için şefaatçi geçsinler. Necə ki bu dünyada başçılara, padşahlara, sultanlara yani yaxınlaşmaq üçün kimdənsə istifadə olunur. Vasitə kimi vəzirlərdən istifadə olunur. Deyirlər ki biz də bu cür edirik. Və bu da çok batil bir etiqaddır.
Allah talanı əzəmətli olan Allahı yaradılmış olan məxluqa bənzətməkdir. Hansı ki o məxluq ki möhtacdır, ehtiyacı var. Sultan, padşah olsa belə vəzirə, köməkçiyə ehtiyacı var. Nə üçün? Öz mülkünü kamilləşdirmək üçün və gücünü, qüvvətini və yaxud da sözünü həyata keçirmək üçün kiməsə ehtiyacı var. Belə deyərkən Allahı yaradılmışa oxşatmış olan insan. Və Allah da bu iddianın batil olduğunu bu ayələrdə bildirir və bildirir ki, şəfaət hamısı bütövlükdə Allaha məxsusdur. Necə ki, mülk Allahındır və beləliklə Allahın yanında onun izni olmadan heç kəs şəfaətçilik edə bilməz. Və Allah da yalnız razı qaldığına, həm sözü və həm də əməlindən razı olduğuna şəfaətçilik etməyə izin verir və Allah da yalnız tövhid və ixlas əhlindən razı olur. Və bəyan olur ki, əgər müşrikdirsə, deməli onun şəfaətdən heç bir payı yoxdur. Və Allahın izni ilə baş verən şəfaət, olacaq şəfaət isə ixlas əhli üçündür. İxlas əhli üçündür. Və hamısı da bütövlükdə Allahdandır. Allahdan bir lütf, mərhəmət olaraq həm şəfaət edəni hörmətləndirmək üçün və həmçinin də şəfaət olunana əff olsun deyə. Həqiqətdə isə tərifə layiq olan Allahdır. Həm də layiq olan Allahdır. Çünki şəfaət edənə də, şəfaət olunana da bunu nəsib eləyən Allah taladır. Və Peyğəmbər sallallahu aleyhi ve sellemə də şəfaət etməyə izin verən də Allahdır. Və burada İbn Teymiyyə Rahimahullahın kəlamını qeyd edir bu məsələdə. Bu sözü deyir ki, kifayət qədər yetərli sözdür. Məqsəd də odur ki, bu babda, bu fəsildə ki, müəllif burada dəlillər qeyd edir ki, alə ibtali kulli vasiyyət və səbəbin. Yəni, müşriklərin öz bütlərindən, müşriklərin ibadət etdikləri ilahlar və bütlərə, hansı ki, onlar o bütlərə bağlanıblar, ondan yapışıblar. Yəni, onların bütlərə bağlanmağına səbəb, hər bir vasitənin batil olduğunu Allah'la bu ayədə qeyd edilir. Ki, onların iddia edirlər ki, niyə görə ibadət edirlər bütlərə? Deyirlər ki, bunlar bizim şəfaətçilərimizdir Allah yanında. Və Allah da bunun batil olduğunu bildirir. Ki, bu bütlərin mülkdən, göylərin və yerin mülkünə heç bir pay yoxdur. Nə müstəqil olaraq, nə də şəriklik, heç bir şəfaətdən də bir payı yoxdur. Demək, əgər belədirsə, onda ibadət bütövlükdə yalnız Allaha olmalıdır. Yəni, bu fəslin ümumiyyətlə məqsədi odur ki, ibadətin sırf Allaha olmasını bildirir müəllif. Ki, şəfaət əgər Allahadırsa, Allah da izin verən şəfaətə və ibadət də yalnız ona olmalıdır. Yaxşı, burada saxlayaq. Allah da bizi tövhidi həqiqi şəkildə həyata keçirib doğuldanlığını etsin və özünün razı qaldığı və sevdiyi söz və əməllərə Allah da bizi müvəffəq eləsin.